Salam, bugünkü müzakirəmizə xoş gəlmisiniz. Əlimizdə deməli, Sübhan Musayevin süni intellektlə zənginləşdirilmiş daha yaxşı öyrənmə metodları araşdırması var. Bilirsiniz, çoxumuz dərs oxumağın daha ağıllı yollarını axtarırıq. Xüsusilə də 14-16 yaşda. Həm riyaziyyat, həm tarix, həm də digər fənlər. Həqiqətən çox şey var. Hə, elədir. Öhdəsindən gəlmək çətinləşir bəzən. Məhz. Bugün məqsədimiz də elə bu araşdırmadan sizin üçün ən vacib praktik və bəlkə də təəccüblü məqamları çıxarmaqdır. Necə daha az vaxtda daha çox daha yaxşı öyrənə bilərsiniz. Gəlin başlayaq. Bəli, başlayaq. Bu araşdırmanın əsas mesajı baxın budur. O köhnə üsullar, yəni saatlarla əzbərləmək və ya imtahandan əvvəlki gecə bütün kitabı udmağa çalışmaq əslində uzun müddətdə işə yaramır. Yəni qısa müddətli effekt verir ancaq. Tamamilə. Sanki məlumatı beynimizin səthində saxlayırıq, amma necə deyim, dərinə getmir. Biz isə bugün daha çox beyin elminin təsdiqlədiyi, həqiqətən işləyən strategiyalara, məsələn, məlumatı fərqli zaman aralıqlarında təkrar etmək və ya özünü yoxlamaq kimi metodlara baxacağıq. Fokuslanmaqdan tutmuş, yaddaşı gücləndirməyə, həvəsi itirməməyə və vaxtı düzgün bölməyə qədər gəlin bu mövzuları sizin üçün açaq. Yaxşı. O zaman başlayaq ən təməl prinsiplərdən. Araşdırmada ilk vurğulanan aktiv öyrənmədir. Bu nə deməkdir? Sadəcə oxumaqdan fərqli bir şeydir, elə deyilmi? Tamamilə fərqli. Aktiv öyrənmə o deməkdir ki, siz prosesin içindəsiniz, beyninizi işə salırsınız. Yəni, passiv qəbul edici olmursunuz. Məsələn, necə aktiv ola bilərik? Çox sadə bir nümunə. Bir mövzunu oxuyub bitirdikdən sonra kitabı bağlayın və özünüzdən soruşun. Mən buradan nə öyrəndim? Əsas fikirləri öz sözlərinizlə xatırlamağa çalışın, hətta ucadan danışa bilərsiniz. Maraqlıdır. Bu elmi dildə yaddaşdan geri çağırma, retrieval practice deyilir. İlk başda çətin gələ bilər, həqiqətən, amma tədqiqatlar göstərir ki, məlumatı xatırlamağa çalışmaq özü, hətta tam xatırlaya bilməsəniz belə, onu təkrar-kətrar oxumaqdan qat-qat güclü öyrənmə effekti yaradır. Yəni o çətinlik əslində faydalıdır. Məli, məhz o çətinlik beyni gücləndirir. Beyin əzələ kimidir də, işlətdikcə güclənir. Deməli, beynimizi biraz məşq etdirməliyik. Çox maraqlıdır. Bəs ikinci prinsip, müntəzəm təkrar və ya aralıqlı tədris. Bu, o məşhur son gecə öyrənmənin tam əksi kimi səslənir. Məhz elədir, tam əksidir. Beynimiz məlumatı bir dəfəyə çox yükləyəndə, onu uzun müddət saxlamaqda çətinlik çəkir. Aralıqlı tədris isə deyir ki, eyni mövzunu bir neçə gün, hətta həftələr ərzində qısa sessiyalarla təkrar etmək daha effektivdir. Yəni, bir dəfəyə 5 saat oxumaqdansa, hər gün yarım saat. Təxminən elə. Məsələn, bugün yeni bir riyaziyyat qaydası öyrənmisinizsə, sabah ona aid bir-iki məsələ həll edin, bir neçə gün sonra yenə bir nəzərdən keçirin. Bu, bilginin beyində möhkəmlənməsinə, sanki köklənməsinə kömək edir. Anladım. O son gecəyə sıxışdırmaq dediyimiz. Hə, o cramming yalnız qısa müddətli yaddaş üçündür. İmtahan bitdi, çoxu da yaddan çıxdı. Düzdür. Və üçüncü ümumi prinsip olaraq, öyrəndiklərinizi tətbiq etmək göstərilir. Yəni, nəzəriyyədən praktikaya keçmək. Bu, yəqin ki, xüsusilə texniki fənlər üçün daha çox vacibdir. Əslində, həm texniki, həm də humanitar fənlər üçün keçərlidir. Bu da bir növ aktiv geri çağırmadır. Fizika formullarını sadəcə əzbərləmək əvəzinə onlarla məsələ həll etməyə çalışın. Tarix dərsində öyrəndiyiniz səbəb-nəticə əlaqəsini öz sözlərinizlə izah edin və ya, məsələn, kiçik bir xülasəsini yazın. Yeni bir dil öyrənirsinizsə, yeni sözləri dərhal cümlələrdə işlədin. Yəni, bildiklərimizlə nəsə etməliyik. Bəli, tam olaraq. Özünüzü kiçik testlərlə, kvizlərlə sınamaq da tətbiqin bir növüdür. Əsas fikir budur, bilikləri sadəcə qəbul etməyin, onlarla nəsə edin, işləyin. Aydındır. Deməli, aktiv ol, təkrarla, tətbiq et. Çox gözəl. İndi isə gələk hamımızın yəqin ki, ən böyük dərdinə diqqəti toplamaq. Ətrafımızda bu qədər yayındırıcı şey varkən necə fokuslana bilərik? Telefonlar, bildirişlər. Araşdırma bu barədə nə deyir? Araşdırma çox aydın şəkildə yayındırıcı amilləri minimuma endirməyi tövsiyə edir. Və bəli, siz dediyiniz kimi, telefon siyahının başında gəlir. Hətta səssizdə olsa belə. Hətta səssizdə və ya çantanızda olsa belə.
Təcrübli bir məqam var, sırf telefonun yaxınlıqda olması, gözünüzün önündə olması belə beyninizin bir hissəsini onu nəzarətdə saxlamağa sərf edir və diqqətinizi istər-istəməz azaldır. Ciddi, vay canına. Deməli, ən yaxşısı. Ən yaxşı həll. Dərs oxuyarkən onu başqa otaqda qoyun, uzaqda olsun, göz görməsin. Başqa otaqda. Bu, çoxları üçün məncə çox çətin olacaq. Bəs başqa yayındırıcılar, məsələn, o multitasking dediyimiz şey, eyni anda həm dərs oxumaq, həm musiqiyə qulaq asmaq, həm mesajlaşmaq, çoxumuz bunu bacardığımızı düşünürük axı. Əslində, bilirsiniz, beyin eyni anda iki diqqət tələb edən işi görə bilmir. Multitasking dediyimiz şey əslində beynin bir işdən digərinə çox sürətlə, amma çox qeyri-effektiv şəkildə keçid etməsidir. Yəni, əslində iş görmürük, sadəcə ora-bura qaçırıq. Kimi bir şey. Hər keçiddə isə vaxt itiririk, enerji itiririk, daha çox səhv edirik və ümumilikdə daha az məhsuldar oluruq. Ona görə də qayda sadədir. Bir dəfəyə bir iş. Kompüterdə lazımsız pəncərələri bağlayın, bildirişləri söndürün, masanızı səliqəli saxlayın, diqqətiniz tək bir nöqtədə olsun və azaltdıq. Bəs bu fokusu necə qorumaq olar? Saatlarla oturmaq da çox çətindir. Araşdırmada Pomodoro texnikası kimi üsullar qeyd olunur. Bu nədir? Həqiqətən işləyirmi? Bəli, Pomodoro çox populyar və həqiqətən effektiv bir üsuldur. İdeya çox sadədir. 25 dəqiqə heç nəyə yayınmadan tam fokusla işləyin, zəng çalan kimi durun, 5 dəqiqə fasilə verin. Amma fasilədə nə etməli? Telefona baxmaq olmaz yəqin ki. Əla sualdır. Yaxşı olar ki, telefona baxmayasınız. Ayağa qalxın, biraz gəzişin, su için. Əsas odur ki, beyin biraz dincəlsin. 4 belə 25 dəqiqəlik iş dövründən sonra isə daha uzun, məsələn 15-20 dəqiqəlik fasilə verin. Hə, bu ritm yaxşı səslənir. Bəli, bu ritm beynin həddən artıq yorulmasının qarşısını alır və diqqəti daha uzun müddət saxlamağa kömək edir. Ümumiyyətlə, araşdırmalar da göstərir ki, qısa amma intensiv işləmə sessiyaları uzun amma diqqətin tez-tez dağıldığı sessiyalardan daha məhsuldardır. Fiziki aktivliyin də rolu varmı diqqəti saxlamaqda? Məsələn, idman etmək. Mütləq. Hətta çox yüngül fiziki hərəkətin belə təsiri var. Məsələn, 10-15 dəqiqəlik sürətli gəzinti və ya bir neçə sadə idman hərəkəti dərsə oturmazdan əvvəl və ya fasilələrdə beyinə qan axınını artırır. Bu nəyə kömək edir? Bu, diqqət və öyrənmə üçün vacib olan kimyəvi maddələrin ifrazını stimullaşdırır. Beyninizi sanki oyadır, fokuslanmanı asanlaşdırır. Oturaq işləyirsinizsə, heç olmasa hər saatdan bir ayağa qalxıb, biraz hərəkət etmək belə fərq yaradır. Dərs mühiti necə olmalıdır? Sakitlik, işıqlandırma, bunlar vacibdir. Bəli, əlbəttə. Sakit, yaxşı işıqlandırılmış, səliqəli və rahat bir yer seçmək idealdır. İmkan varsa, çalışın həmən yerdən yalnız dərs oxumaq üçün istifadə edəsiniz. Bu, beyninizə bir növ siqnal verir ki, indi iş vaxtıdır. Bəs evdə səs-küy çoxdursa? O zaman qulaqcıqla sakitləşdirici, amma vacibdir ki, sözsüz instrumental musiqi dinləmək bəzi insanlara kömək edə bilər. Amma bir şeyi unutmayın, diqqəti uzun müddət saxlamaq bir bacarıqdır və yəni zamanla inkişaf edir. Əsas odur ki, diqqətiniz dağılanda bunu tez fərq edib, qısa fasilə verib, sonra yenidən cəmləşməyə çalışasınız. Özünüzə qarşı səbirli olun. Yaxşı, diqqəti topladıq, materialı öyrəndik. İndi əsas məsələ. Bu biliklərin yaddaşda qalması və lazım olanda asanlıqla xatırlanması. Deyəsən, yenə aralıqlı təkrara qaydırıq, eləmi? Bəli, aralıqlı təkrar yaddaş üçün, fundamental əhəmiyyət kəsb edir. Məlumatı fərqli zaman nöqtələrində yenidən gözdən keçirmək o məşhur unutma əyrisini qırmağa kömək edir. Amma bundan da güclü bir üsul var, bayaq danışdıq, fəal şəkildə xatırlama, active recall. Yəni, özünü yoxlamaq. Məhz. Cavablara baxmaran özünü yoxlamaq. Bu, yaddaş əlaqələrini inanılmaz dərəcədə gücləndirir. Məsələn, kartlarla, flashcards, özünüzü sorğu-sual etmək klassik üsuldur. Bir fəsli oxuduqdan sonra kitabı bağlayıb əsas məqamları yazmağa çalışmaq, hətta kiməsə mövzunu izah etməyə cəhd göstərmək, bunların hamısı aktiv xatırlamadır. Bu, yəqin ki, təkrar oxumaqdan daha çətindir. Bəli, daha çətindir, amma nəticəsi də qat-qat yaxşıdır. Məhz o mübarizə beyni gücləndirir. Bəs fərqli fənlər üçün fərqli yaddaş üsullar varmı? Məsələn, riyaziyyat üçün nə işləyir, tarix üçün nə? Əlbəttə, yanaşmanı fənnə uyğunlaşdırmaq olar.
Dəqiq fənlərdə riyaziyyat, fizika, kimya əsas məsələ anlamaq və tətbiq etməkdir. Formulları, korqoranı əzbərləmək yerinə onların mənasını başa düşməyə çalışın və çoxlu, amma həqiqətən çoxlu, fərqli tipli məsələlər həll edin. Yəni tətbiq, tətbiq, tətbiq. Bəli. Hətta araşdırmada qarışıq tətbiq, interleaving deyilən bir üsul da tövsiyə olunur. Yəni, bir mövzuya aid 10 məsələni ardıcıl həll etməyə əvəzinə, fərqli mövzulara aid məsələləri qarışdırıb həll etmək beyni daha aktiv saxlayır, daha yaxşı öyrənməyə kömək edir. Maraqlıdır. Bəs humanitar fənlər, tarix, ədəbiyyat? Humanitar fənlərdə isə əsas anlayışları, hadisələrin ardıcıllığını, əlaqələrini öz sözlərinizlə ifadə etmək çox vacibdir. Xülasələr yazın, zehin xəritələri, mind maps çəkin. Bu çox faydalıdır. Faktları, tarixləri, terminləri yadda saxlamaq üçün isə bayaq dediyimiz kartlar, flashcards və mnemonik üsullar, yəni yaddaş köməkçiləri, məsələn, sözlərin baş hərflərindən qafiyəli cümlə düzəltmək kimi kömək edə bilər. Anlamağın əzbərləməkdən vacib olduğunu vurğuladınız. Bəs vizual materiallar, diaqramlar, şəkillər kömək edirmi yadda saxlamağa? Çox kömək edir. İnsanların böyük əksəriyyəti bilirsinizmi, vizual öyrənəndir. Məlumatı qrafik, sxem, cədvəl, diaqram və ya o dediyimiz zehin xəritəsi şəklində görmək onu daha yaxşı strukturlaşdırmağa və yadda saxlamağa yardım edir. Məsələn, necə? Məsələn, biologiyada hüceyrənin quruluşunu özünüz çəkmək, tarixdə hadisələrin xronologiyasını bir zaman xətti üzərində göstərmək, coğrafiyada boş xəritəni doldurmaq. Bunlar hamısı vizual və həm də aktiv öyrənmədir. Və bir də yeni məlumatı artıq bildiklərinizlə əlaqələndirmək, analogiyalar tapmaq da anlama və yadda saxlama prosesini gücləndirir. Və gəldik yaddaşla bağlı çox vacib, amma təəssüf ki, tez-tez qurban verilən bir məsələyə – yuxu. Gecə az yatıb dərs oxumaq əslində əks effekt verir, düzdür? Tamamilə, bir mənalı şəkildə. Araşdırma sizin yaş qrupunuz üçün, yəni yeniyetmələr üçün gecə 8-10 saat keyfiyyətli yuxunun zəruriliyini xüsusi vurğulayır. Yuxu təkcə bədənin dincəlməsi üçün deyil, həm də beynin öyrəndiklərini həzm etməsi, möhkəmləndirməsi üçün kritikdir. Yəni yuxuda da öyrənirik. Bir növ bəli, məhz yuxu zamanı beyin gün ərzində qəbul etdiyi yeni məlumatları qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa köçürür, əlaqələri gücləndirir. Buna yaddaşın konsolidasiyası deyilir. Yuxudan kəsməklə əslində öyrənmə prosesinizi, necə deyim, baltalamış olursunuz. Deməli, imtahandan əvvəl yaxşı yatmaq. Yaxşı yatmaq gecəni oyaq qalıb əzbərləməyə çalışmaqdan qat-qat daha yaxşı nəticə verəcək. Bu, sübut olunmuş faktdır. Yaxşı, metodları bildik, anladıq. Amma bəzən bilirsiniz, heç başlamağa və ya davam etməyə həvəs, motivasiya olmur. Bu bariyeri necə aşmaq olar? Araşdırma bu barədə nə deyir? Motivasiya həqiqətən də mürəkkəb məsələdir, amma xoşbəxtlikdən bəzi strategiyalar var ki, kömək edə bilər. Birincisi, aydın məqsədlər qoymaq. Amma təkcə böyük, uzaq hədəflər yox. Məsələn, universitetə qəbul olmaq. Həm də kiçik hədəflər. Bəli, həm də kiçik, gündəlik və ya həftəlik əldə edilə bilən hədəflər. Məsələn, bugün filan mövzunun 10 səhifəsini oxuyacağam və ya bu həftə 20 yeni ingiliscə söz öyrənəcəm. Bu məqsədləri yazıb göz önündə saxlamaq da faydalıdır. Böyük hədəfləri kiçik idarə edilə bilən addımlara bölmək işi daha az qorxulu, daha həyata keçirilən göstərir. Və hər addımda özünü mükafatlandırmaq. Bu da yaxşı işləyir. Hər kiçik uğurdan sonra özünüzə kiçik bir mükafat verin. Bu, müsbət gücləndirmə yaradır. Bəs o daxili səs bəzən olur axı, mən bacarmaram, bu mənim üçün çox çətindir, onunla necə mübarizə aparaq? Araşdırmada inkişafa yönlü düşüncə tərzi, yəni growth mindset qeyd olunur. Bu nə deməkdir tam olaraq? Bu çox vacib bir konsepsiyadır. Growth mindset o deməkdir ki, siz inanırsınız ki, zəka və bacarıqlar anadan gəlmə dəyişməz deyil. Yəni, səy göstərməklə, çalışmaqla onları inkişaf etdirmək mümkündür. Yəni, mən riyaziyyatda pisəm demək əvəzinə? Onun əvəzinə, riyaziyyat hələ ki mənə çətin gəlir, amma daha çox çalışsam, daha çox məşq etsəm, öyrənə bilərəm düşüncəsi ilə yanaşmaq. Səhvlərə uğursuzluq kimi yox, öyrənmək üçün bir fürsət kimi baxmaq. Çətinliklərlə qarşılaşanda ruhdan düşmək əvəzinə, bunu yeni bir şey öyrənmək şansı kimi görmək. Bax, bu yanaşma motivasiyanı qorumaqda çox böyük rol oynayır. Birlikdə öyrənmək necədir? Bəziləri deyir kömək edir, bəziləri deyir daha çox yayındırır. Fikriniz nədir?
Əgər düzgün təşkil olunarsa, birlikdə öyrənmək həqiqətən çox faydalı ola bilər. Bir-birinizə mövzuları izah etmək. Bu ümumiyyətlə ən yaxşı öyrənmə üsullarından biridir. Başqasına izah edəndə özün daha yaxşı başa düşürsən deyirlər. Məhz elədir. Həmçinin bir-birinizi sorğu-sual etmək, mövzuları müzakirə etmək həm mövzunu dərinləşdirir, həm də prosesi daha maraqlı, daha sosial edir. Üstəlik, bir-birinizə qarşı bir növ hesabatlılıq hissi yaranır. Amma əlbəttə əsas şərt odur ki, qrupdakılar həqiqətən işləməyə fokuslansın və bir-birini boş söhbətlərlə yayındırmasın. Yəni, düzgün partnyor seçmək vacibdir. Bəli. Bəs marağı necə qorumaq olar? Xüsusilə də bəzi fənlər var ki, açıq desək, sıxıcı görünür. Bu da çətindir, amma mümkünsüz deyil. Çalışın öyrəndiyiniz mövzunun real həyatla əlaqəsini tapasınız. Bu bilik sizə gələcəkdə necə kömək edə bilər, niyə bu vacibdir? Mövzu ilə bağlı maraqlı sənətli filmlər izləmək, əlavə məqalələr oxumaq, fərqli öyrənmə resurslarından dərslikdən əlavə video, podkast, interaktiv saytlar kimi istifadə etmək monotonluğu aradan qaldıra bilər. Və yəqin ki, balans da vacibdir. Çox vacibdir. Balansı qoruyun. Bütün həyatınız yalnız dərs oxumaqdan ibarət olmamalıdır. İstirahətə, hobbilərinizə, idmana, dostlarla vaxt keçirməyə mütləq zaman ayırın. İnanın, beynin dincəlməyə və fərqli şeylərlə məşğul olmağa ehtiyacı var. Bu əslində öyrənmə qabiliyyətinizi də artırır, azaltmır. Gəldik son, amma bəlkə də ən praktik mövzuya, vaxtın idarə olunması, hamımızın şikayəti, vaxtım çatmır. Bu ifadə əvəzinə vaxtı necə daha yaxşı idarə edə bilərik? Yəqin ki, plan qurmaqla başlamaq lazımdır. Bəli, planlaşdırma açardır. Amma söhbət təkcə səhər bir to-do list, yəni görüləcək işlər siyahısı yazmaqdan getmir. Effektiv planlaşdırma həm də prioritetləri düzgün müəyyən etməyi tələb edir. Yəni, nə daha vacibdir, nə daha təcili. Məhz, hansı tapşırıqlar daha vacibdir, hansılar daha təcilidir? Məşhur bir matris var. Vacib təcili deyil, vacib deyil təcili deyil. Çalışın ilk növbədə vacib və təcili olan işləri edəsiniz, sonra isə mütləq vacib amma təcili olmayan işlərə, məsələn, uzunmüddətli layihələr, imtahanlara sistemli hazırlıq kimi vaxt ayırasınız. Və realist olmaq yəqin ki. Mütləq. Gününüzü və ya həftənizi planlaşdırarkən realist olun. Hər şeyi bir günə sığdırmağa çalışmayın. Fasilələrə, istirahətə və hətta gözlənilməz hadisələrə də planda yer saxlayın. Hər şey plana uyğun getməyə də bilər. Elastik olmaq lazımdır. Bəs o vaxt doğruları dediyimiz şeylər, sosial media, oyunlar, bəlkə də bəzi boş söhbətlər. Onlarla necə bacaraq? İlk addım onların fərqində olmaqdır. Çox vaxt heç bilmirik nəyə nə qədər vaxtımız gedir. Bir neçə gün sadəcə nəyə nə qədər vaxt sərf etdiyinizi qeyd etsəniz, mənzərə aydınlaşar və bəlkə də təəccüblənərsiniz. Sonra şuurlu şəkildə məhdudiyyətlər qoymaq lazımdır. Məsələn, dərs oxuyarkən sosial media bildirişlərini söndürmək, telefonu həqiqətən kənara qoymaq, interneti yalnız araşdırma üçün lazım olduqda açmaq, bəzən işləri təxirə salmaq procrastination vərdişi ilə də mübarizə aparmaq lazım gəlir. Bu məşhur problem. Bunun üçün ən yaxşı üsullardan biri, böyük, qorxuducu görünən işləri çox kiçik, idarə edilə bilən addımlara bölməkdir. Böyük bir esse yazmalıyam əvəzinə, sadəcə ilk abzasının planını quracam və ya sadəcə 15 dəqiqə bu mövzu haqqında yazacam hədəfi qoymaq başlamağa çox asanlaşdırır. Planlaşdırıcı alətlər, gündəliklər, telefondakı tətbiqlər, bunlar həqiqətən faydalıdır, yoxsa əlavə baş ağrısıdır? Əgər davamlı və düzgün istifadə olunarsa, çox faydalıdır. İstər köhnə üsulla kağız gündəliyi olsun, istər müasir bir tətbiq, əsas odur ki, sizin üçün rahat işləyən bir sistem tapasınız və ona sadiq qalasınız. Tapşırıqları, son tarixləri bir yerə qeyd etmək beyninizi bu informasiya yükündən azad edir və nəzarət hissini artırır. Amma yenə də multitaskingdən qaçmaq lazımdır. Bəli, onu bir daha vurğulamaq istəyirəm. Eyni anda bir işə fokuslanın. Multitasking illüziyası vaxtınızı daha səmərəli etmir. Tam əksinə, həm vaxt itkisinə səbəb olur, həm də işin keyfiyyətini aşağı salır. Və nəhayət, amma ən azı digərləri qədər vacib, sağlamlığınızı qoruyun. Yəni yuxu, qidalanma. Bəli, yaxşı yuxu, sağlam qidalanma, fiziki aktivlik, bunlar sizin enerji səviyyənizi və ümumi məhsuldarlığınızı birbaşa təsir edən amillərdir. Enerjiniz yoxdursa, dünyanın ən yaxşı planı belə işə yaramaz.
Özünüzə yaxşı baxın. Çox sağ olun. Həqiqətən çox faydalı məsləhətlər oldu. Deməli, Subhan Musayevin araşdırması əsasında gördük ki, daha yaxşı öyrənmək üçün sehirli bir düstur yoxdur. Amma elmi əsaslı, sınanmış və işləyən üsullar var. Bunlar nə idi qısaca? Aktiv olmaq, Hə, aktiv iştirak etmək, aralıqlarla təkrar etmək, diqqəti şuurlu şəkildə idarə etmək, yayındırıcılardan qaçmaq. yaddaşı düzgün texnikalarla gücləndirmək, yəni aktiv xatırlama kimi. Bəli, motivasiyanı tapmaq və qorumaq üçün strategiyalar işlətmək və təbii ki, vaxtı ağıllı planlamaq. Gözəl. Bəli, və ən vacibi bunu da vurğulamaq istərdim. Bu üsulların hamısını birdən eyni anda tətbiq etməyə çalışmayın. Bu, həddən artıq yükləyici ola bilər və həvəsdən sala bilər. Yəni tədricən başlamaq. Bəs, özünüzə qarşı səbirli olun. Bu həftə üçün yalnız bir kiçik addım seçin. Bəlkə də elə Pomodoro texnikasını sınamaq və ya dərs oxuyarkən telefonu başqa otaqda saxlamaq kimi sadə bir şey. Bu vərdişə alışdıqdan sonra gələn həftə başqa birini əlavə edərsiniz. İnanın, zamanla bu kiçik dəyişikliklər böyük nəticələrə gətirib çıxaracaq. Və son olaraq dinləyicilərimizi düşünməyə vadar edəcək bir sual. Əgər daha yaxşı öyrənmək mümkündürsə, yəni bu da bir bacarıqdırsa, siz öz öyrənmə prosesinizi təkmilləşdirmək üçün sabah atacağınız ilk kiçik konkret addım nə olardı? Bəlkə də bu suala cavab tapmaqla başlamaq olar.